Herkese salam mənim əzizlərim. Hər birinizi vlogumda xoş gördüm. Bu vlog 2 gündən ibarət olacaq. Çünki ilk işimiz hazırlaşıb. Keçən vlogda dediyim kimi diş həkiminə getməkdir. Keçən dəfə getmişdim, amma doktor yox idi. Ona görə bugünə yazdırdım və bugün birlikdə gedəcəyik. Həmçinin birlikdə hazırlaşacağıq. Amma ondan öncə sizdən bir xahiş eləmək istəyirəm. Düzdür, aktivsiz, çox sağ olun. Buna görə sizə təşəkkür edirəm. Amma izləyənlərin çoxu mənə abunə deyil. Ona görə sizdən çox xahiş edirəm. Videomu izlədikdən sonra mənə abunə olmağı, like eləməyi və fikirlərinizi bölüşməyi unutmayın. Mən hər kəsin yorumuna bacardığım qədər cavab verirəm. Bacardığım qədər demək olar ki, hər kəsin yorumuna cavab verirəm. Və bu mənim üçün fərqi yoxdur da. Bu mənim şəxsi yanaşmamdır. Mən hal-hazırda 316 abunəm var, abunəçim. Bu yəni 300 min belə olsa mən bacardığım qədər hər kəsin yorumuna cavab verəcəm. Ona görə siz də mənim vloglarımı bəyənin, abunə olun və fikirlərinizi pis yaxşı mən bütün şərhlərə açıram. İlk vlogumda demişdim, mən heç makyaj eləməyi bacarmıram. Qətiyyən. Yəni qəşəng makyaj eləyə bilmirəm. Şəxsən qəşəng makyaj eləyən qızlara həsəd aparıram. Keşke mən də bacarsaydım. Keşke mən də qəşəng layner çəkə bilsəydim. Yapamıyorum işte. Ona görə də mən getdim, model oldum. Özüm eləyə bilmirəm, bari kimsə eləsin məqsədilə. Bir də o axırıncı atdığım vlogun altında bir xanım soruşmuşdu ki, Gam Ismail'a görə prosedur elətdirmişdiniz. Orada yazır ki, üst dişləriniz görünməsin deyə yox. Əslində üst dişlərim görünməsin deyə yox, üst damaqlarım görünməsin deyə. Güləndə əvvəl damaqlarım çox görünürdü. İndi baxın. Yoxdur, görünmür. Hələ əslində 14 gün keçməyib, 14 günə öz nəticəsini göstərir, amma artıq yəni göstərir. Bir də iynə ağrılıdır mı deyə soruşmuşsunuz. Yox, ağrılı deyil, qətiyyən yəni. Gəldim, heç ağrılı deyil. Çox cüzi bir şeydir. Sizə belə tuşun fərqini göstərmək istəyirəm. Buna tətbiq eləmişəm. Buna isə yox. Bir də baxın. Əsas məsələ nədir? Yəni uşaqlar bunu konturdan sonra eləyirdilər, yoxsa alıq vurub sonra eləyirdilər. Yəni bilmədiyim üçün soruşuram. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Amma əslində o qədər pis olmadı. İndi bu biraz qaranlıq kimidir. Siz yaxşı görmürsünüz də 100%. Deyin ki, yox da pis olmadı. Sən çox qəşəng makyaj edirsən. Biraz həvəslənin. Belə şeylər yazın yalan. Bir doktor mənə bilirsiniz nə edəcək? Deyəcək, ey sən inankör pasiyent. Bu nə vaxtın gəlməyidir? Zarafat edir. Mənim aydın doktorum çox deyil, mənim canım doktorum. Saçım oldu. Neyse düzələmədiyim. Yəni kesin də bu mənim yerimdir. Belə. Ay sürüşür axı bu. İyi qızlar, siz bunu necə bacarırsınız? Yanağıma kimi gəldi mi? Pis makyaj edirəm deyə, amma o qədər pis alınmadı məncə. Alnımızı, üzümüzü, gözümüzü, hər yerimizi parıldadırıq və qaçırıq, elimizi dəyişdirək və gedək. Mən geyindim, hazırlaşdım. Belə oldum. Makyajım da belə oldum. Taksi çağırmışam, gəlsin, gedək. Bugün enerjiliyəm. Bilməm səhər tez durmuşam deyə, yoxsa makyajım xoşuma gəldi deyə. Yoxsa nəyə görə bilmirəm, amma enerjim yaxşıdır. Çatdıq, amma gecikmişik, ona görə növbəmizdən adam alıblar. Problem deyil, gözləyərik. Çıxdım həkimin yanından. İndi sizə söz verdiyim kimi 300 abunə olduğumuza görə gedirəm marketə. Görüm, izləyicimə nə ala bilirəm. Keçən dəfə 200 abunə olanda, yəni 100 tamamlananda Keçən dəfə 100 abunə tamamlananda mən izləyici seçdim, amma onlar götürmədilər, götürmək istəmədilər. Ona görə keçən dəfəki hədiyyə də hələ də məndədir. Bu videodan sonra hər iki izləyicinin hədiyyəsini birlikdə verəcəm. Gəlmişəm, baxım görüm nə ola bilərəm. Baxın, belə bir şirin gördüm, amma bilmirəm. Götürüm, yoxsa götürməyim. Baxın, bir də belə bir krujka gördüm. Onu da bəyəndim, qəşəng. Qaşığı da var. Amma bilmirəm, o yoxsa bu. Burada bunlar çox dadlı olur, ona görə bir hot dog, bir də bu. İçi ətli, bilmirəm nədir, ondan alacağım özümə və üstlərinə qiymətləri yazıb qoyublar. Hot dog 70 qəpikdir, o birisi 1 manat. Bunlarla özümə içməyə. Əslində ayran içərdim, amma susuzam, ona görə ayrı su alacağım. Ayrı koy.
Belə qərara gəldim ki, bura öz Instagram səhifəmi qoyacağım. Videonu atandan sonra kim mənim Instagramıma ilk yazsa, hədiyyəni də ona verəcəm. Gedirəm qızlar, sifariş verdiyim tonalini götürüm. Oradan da taksi vurub evə gedim. Yorulmuşam. Gəldim və burada başım boyda qıfıl gördüm. Bağlıdır. Gəldim evə, əynimi dəyişdim. Çox yorğunam. Ona görə biraz istirahət eləyəcəm. Axşama bir planım yoxdur. Yəqin ki, vlogu davam eləməyəcəm. Bir də sabah vlogu davam elətdirəcəm. Sabah podruqamla görüşəcəyik. Qubaya gedəcəm. Növbəti gündən hamıya salam. Gəldim diş həkiminin yanına. Biraz ağzımı incitdi, çünki arxa dişimdən işləyirdi. İndi gedəcəm podruqamla görüşməyə. Ona görə vlogumu da dedim, çıxandan sonra həkimin yanına rahat-rahat davam elətdirim. İnsan nə qədər balıq hafızalı ola bilər. Mən ya qocalıram, ya da bir problemlər baş verir. Mənim yaddaşım demək olar ki, yoxdur. Bizim seçdiyimiz məkan əvvəl başqa yerdə yerləşirdi. Sonra oranı dəyişdilər, keçirdilər başqa yerə. Sizcə mən hara gəlmişəm? Məkanın ilk yerləşdiyi yerə. Gəlib çatandan sonra qapının ağzına yadıma düşür ki, buranı dəyişiblər. Ünvan dəyişilib. Dəhşətəm mən. Mənə təcil yaddaş dərmanları lazımdır. Görüşmək üçün Qubada yerləşən Luna restoranını seçdik. Biz kartof fri, milkshake, Sezar salatı və ən sevdiyimiz, bayıldığımız sushi burgeri seçdik. Buranın sushi burgeri həqiqətən də möhtəşəmdir. Sushi burgeri elə dadlıdır ki, hətta 2 dənə sifariş verdik. Yeməyimizi yedikdən sonra biraz söhbətləşdik. Burada mən özümü yaxşı hiss eləmirəm. Sizə bugünkü geyimimi də göstərib yollanıram yavaş-yavaş Xaçmaza, yəni diş həkimimin yanına. Səbəbini isə birazdan deyəcəm. Gördüyünüz kimi belə ağlı, mavili bir geyim seçmişəm. Artıq taksidəyəm və həkimə gedirəm. Heç keyfim yoxdur, çünki bugün ürəyimcə keçmədi. Hələ üstəlik gözümdə şişib, gözümün niyə şişdiyi haqqında heç bir fikrim yoxdur. O da bir yandan mənə ağrı verirdi. Hələ taksidə qabaq oturacaqda bir xanım da əyləşmişdi. O da bir tərəfdən mənim əsəblərimi pozurdu. Təsəvvür elə ki, neçə ayda görüşmədiyim podruqanla deytə gedir və dilin zədəli olduğu üçün danışa bilmirsən. Bayaq həkimin müdaxiləsindən sonra dilim yaralandı. İndi rahat danışa bilmirəm. Yarıdan kəsilib. Bugünkü deytim bərbad keçdi həqiqət. Nə yedim, hara yedim, nə danışdım, heç bilmirəm. İndi də ağrıdan ölürəm. Təzədən gəldim doktorun yanına, onu düzəliş eləsin, çünki dözə bilmirəm. Bildiğin dilimin yarısı belə kəsilib və yaradı. Ağrısını bir dənə siz təsəvvür eləyin də onu. Tez durdum, otura bilmədim, çox fikrim qalıb orada, danışa bilmirəm, ağrı verir, heç nə yeyə bilmirəm. Bizdə elə pis yerdir ki, dilimin ən nazik yeri. Həlf ki, onu sizə göstərə bilmirəm. Bu dəqiqə ağlamağım gəlir doğrudan da. Xəstəxanadan çıxıb evə getdim və dayım ani qərarla bizi dənizə aparmaq istədi. Mən də fikirləşdim ki, bəlkə getsəm özümü yaxşı hiss eləyərəm, çünki mən dənizi sevirəm. Yol üstü özümüzə su və semçika aldıq. Çatdıq dənizə. Mən krasovka ilə gəlmişəm. Dənizə girməyəcəyik. Prosta elə belə gəlmişik. Axşam da qardaşım əskər gedəcəyi üçün nənəm bizi, yəni qardaşımı qonaq çağırmışdı. Ona belə bir gözəl süfrə açmışdı. Bununla da mənim bugünkü vloqum başa çatır. Sağ olun, salamat qalın.